kızıl güneş, boynalanda kızıl güneş. Şefek yayar şehir şehir, şefek yayar şehir şehir. Şeyler uçar bulutlar, şeyler uçar bulutlar. Şefek yayar şehir şehir, ne güzeldir bizim şehir, ne güzeldir bizim şehir. Atlar üstten şey töküler, atlar üstten şey töküler. Tarlalarda gözlemler, tarlalarda gözlemler. Dalgalanlar şehir şehir, ne güzeldir bizim şehir, ne güzeldir şehir şehir. Şehir şağı, ne güzeldir şehir şağı, ne güzeldir bizim şehir, ne güzeldir bizim şehir, ne güzeldir bizim şehir. Rast geldim bir nazlı kıza, ben Zehra'ya ulduza. Mehman düşüp komşumuza, mehman düşüp komşumuza. Gören hamsı mahaldan, gören hamsı mahaldan. Şamı tuzlu sözlüdür, sarışın mavi gözlüdür. Nur saçın qəmər üstüdür, nur saçın qəmər üstüdür. Yanaqları şəkər maldandır, görən hansı mahaldan, görən hansı mahaldan, görən hansı mahaldan, görən hansı mahaldandır. Teşekkür ederim Kainat İnstrumental Ansambl
bayramından xoş gəlmisiniz, səfa gətirmişsiniz bu bayram günlərində. Hər birinizi salamlayıram əzlərim. Nazim müəllim, xoş gördük sizi. Sağ olun. Xoş gəlmisiniz. Nazim müəllim, gördünüz mahnısında necə gözəl deyir ki, salam olsun Günəşli Hacıqabula, Şirvana, Bakıya, bütün Azərbaycana. Deməli elə Hacıqabuldan, Şirvandan gəlib. Xoş gəlmisiniz, səfa gətirmişsiniz. Buyurun, əyləşin. Buyurun, əyləşin. Nizam müəllim, sizi salamlayıram. Nizam müəllim, tez-tez bizim proqramımıza gəlir. Xoş gördük sizi. Bu gələn bayramınız da mübarək olsun. Ansamblın bütün üzvlərini salamlayıram. Hər biriniz xoş gəlmişsiniz. Necəsiniz Nazim müəllim? Çox sağ olun. Allah sizdən razı olsun. Biz Novruz bayramı ərəfəsindəyik. Mən sizləri bizim bu Lider kanalının rəhbərliyini, onlar başda olmaqla sizin hər birinizi, bütün əməkdaşlarınızı mən bu bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizlərin hər birisinə işlərinizdə müvəffəqiyyətlər, təşəkkür edirik. Can sağlığı və subaylarınıza xoşbəxtlik arzu edirəm. Bəh, nə gözəl arzulardır, nə gözəl arzulardır. Doğrudan da yurdumuza, elimizə, obamıza Novruz gəldi əzizlərim. Xoş gəldi, səfa gətirdi və bu Novruz düşərli olsun, qədəmləri mübarək olsun. Bütün xalqımız üçün, bütün elimiz üçün, obamız üçün. Və əzizlərim, sözsüz ki, sağlıq olan yerdə hər bir işdə rəvan gedər. Sağlığımızın keşiyində dayanmalıyıq. Baxmayaraq ki, istirahət günləridir. Bir check-up müayinələrdən keçməyin tam zamanıdır. Ona görə ailə üzvlərinizi də götürürsünüz, özünüzlə bərabər gedirsiniz Elmiyet Tibb Mərkəzinə əzizlərim. Və bu istirahət günləri Elmiyet Klinikasının bütün əməkdaşları çalışırlar, işləyirlər, fəaliyyətlərini davam elətdirirlər. Siz bütün növ analizlərdən keçə bilərsiniz. Elmiyet Klinikasında çox böyük bir laboratoriya fəaliyyət göstərir. Biz Elmiyet Klinikasında çalışan bütün həkimlərimizi səhər-səhər salamlayırıq əzizlərim və təşəkkürümüzü bildiririk. Hə, deyin görək Hacıqabulda, Şirvanda vəziyyət necədir? Bu Novruzu necə qeyd elədiniz? Bakıda Novruz keçirtməyin bir başqa ləzzəti var, zövqü var. Amma belə deyək, bir kənddə, bir rayonda, bir əyalətdə keçirməyin başqa zövqü səfası var. Vallahi biz o ləzzəti duya bilmirik, gedə bilmirik, amma o zövqü siz yaşayıb gəlmişsiniz. Bəli, Nurana xanım, demək, hal-hazırda bütün respublikamız, dünya Azərbaycanlıları, bax bu Novruz ərəfəsində yaşayırıq, Novruz ərəfəsindəyik hamımız. Novruzun demək olar ki, gözəl ab-havasını yaşayırıq, hələ də bizim o ab-hava başımızdan getmir. Ayın sonuna qədər bayram günləri davam eləyəcək, istirahət günləri davam eləyəcək. Demək, bizim Hacıqabul mədəniyyət sahəsinin bütün işçiləri, Şirvan şəhərinin bütün mədəniyyət sahəsinin işçiləri, şəxsən bizlər, hər birimiz bax bu bayramın, bu şənliklərin iştirakçılarıyıq. Bir xeyriyyə konserti kimi deyəkmi, yoxsa necə deyək, bax biz həmin tədbirlərdə iştirak eləyirik və biz bununla da qürur duyuruq. Çünki Novruz bizim ulu əcdadlarımızdan bizlərə miras qalan gözəl bayramlarımızdandır. Atəşpərəstliyin demək olar ki, bizə qalan nişanələrindən ən möhtəşəmi, ən böyüdür. Bəli, Novruz bayramı münasibəti ilə mən yaşadığımız bölgədə bütün vətəndaşları, respublikamızın bütün demək olar ki, kiçikdən böyüyə sakinlərini bax bu bayram münasibəti ilə bir daha təbrik edirik. Təşəkkür edirik. Onların hər birisinə can sağlığı, uzun ömür və dünyamız, respublikamız əmin-aman olsun. Ən əsası odur. Sabitlik, sakitlik, əmin-amanlıq olsun. Və hörmətli tamaşaçılarımız, Səhər Çağının daimi izləyiciləri, bilirsiniz ki, bizim efirimiz hər zaman bölgələrimizdən gələn musiqiçilərin, sənətkarların üzünə açıq olur. Bu səhərdə belədir. Görürsünüz ki, Nazim müəllim öz ansamblı ilə bərabər Şirvandan qonağımızdır. Amma bizim digər rayonlarımızdan da qonaqlarımız var. Hal-hazırda mən məmnuniyyətlə Sərxanı dəvət etmək istəyirəm. Sərxan Vəkiloğlu bizim gözəl cənnət gülşəmiz olan Qəbələdən gəlib. Xoş gəlib, səfa gətirib. Sabahınız xeyir olsun, bayramınız mübarək olsun. Bir gözəl ifa ilə sonra Qəbəliyə bir salamlarımızı getirək. Olar mı? Təşəkkür edirəm mən də sizə. Allah sizdən razı olsun. Xalqımızın Novruz bayramı münasibətilə təbrik edirəm. Bol ruzu, bərəkət, can sağlığı arzu edirəm və sizin kanalın rəhbər heyətinə də, bütün kollektivə də minnətdaram və bayramımız mübarək olsun. Təşəkkür edirik Sərxan. Bir gözəl mahnı. Buyur.
Gedirdin güzarım düştü uzakdan, ovçu beresinden balanı gördüm. Gedirdim aya güzarım düştü uzakdan, ovçu beresinden balanı gördüm. Yatılı değildir durup boylanır, bir neçə yerinden yaralı gördüm, bir neçə yerinden yaralı gördüm balam. Zalim ol siyalı bol nişane, deli bireyni boyayıp qane. Zalim ol siyalı bol nişane, deli bireyni boyayıp qane. Yıkılır, çevrilir o yan bu yana, bir neçə yerinden yaralı gördüm. Təbib olsam yaralarım bağlara, təbib olsam yaralarım bağlaram, sinem üstə ürəyimi çağlarayam. El əskərəm saylar kimi çağlarayam, analı baladayam, aralı gördüm ayam, anam Ayazad ülkemin bəxtə vələ qızı, umalı qız şirin bana gəl şirin bana. Ayazad ülkemin bəxtə vələ qızı, umalı qız şirin bana gəl şirin bana. Sinəndə parlasın əmək yolduzu, sinəndə parlasın əmək yolduzu. Bakılı qız şirin bana gəl şirin bana, umalı qız şirin bana gəl şirin bana. Ay gözəl yar şirvana gəl şirvana, güzel zeyran şirvana gəl şirvana. Ay gözəl yar şirvana gəl şirvana, güzel zeyran şirvana gəl şirvana. Yenə gəldi yaz ayları, bülbül gülə naz eyləyin. Sevirəm sözün deməyə, sevirəm sözün deməyə. Dodaq dilə naz eyləyir, dodaq dilə naz eyləyir, dodaq dilə naz eyləyir. Mənim şənər əlindədir, gümüş şəmər belindədir. Gül libas əlindədir, gül libas əlindədir. Bədən tülə naz eyləyir, bədən tülə naz eyləyir, bədən tülə naz eyləyir, bədən tülə naz eyləyir, bədən tülə naz eyləyir. Alşı qəhrəman sənəsi, gözün ulağı qarəsi. Aşı qəhrəman sənəsi, gözün ulağı qarəsi. Qaş qabaqla yox arəsi, qaş qabaqla yox arəsi. Bilə naz eyləyir, bilə naz eyləyir, bilə naz eyləyir, bilə naz eyləyir, bilə naz eyləyir bana. Hay bilə bilə naz eyləyir, hay deyər dulandamır, sənə də mən qurbanım Sağ ol ay Sərxan. Sərxan birisi səhər-səhər bu canlı ifanə belə ürəklə eləyir. Çünki Qəbələdən gəlib, o süfrəsi ləzzətli olan Qəbələdən üçqulaq paxlavasından yeyib, səməli halvasından yeyib, qoz küncüt halvasından yeyib, amma bizə gətirməyib. Təşəkkür edirəm canlı infaya görə. Və hörmətli xanımlarımız, əgər sizin də hələ eviniz təmirsizdirsə, siz əgər istəyirsiniz ki, evinizin təmiri yenilənsin və dizaynına yenidən bir əl gəzdirilsin, onda Dinamik Yapı Mimarlıq və Dizayn şirkətinin əməkdaşlarına, mühəndislərinə müraciət edə bilərsiniz. Əzizlərim, bu mühəndislər Azərbaycanda
təhsil aldıqdan sonra dünyanın bir çox yerlərində dizayn üzrə təcrübələr keçib yenidən vətənə dönən mühəndislərdir. Yəni müasir dövrdə hansı üslublardan istifadə olunursa bu üslubları çox gözəl bilirlər. Ona görə sizin evləriniz də məhz sizin zövqünüzə uyğun olaraq elə dinamik yapı, mimarlıq və dizayn şirkətinin mühəndisləri təmir edə bilərlər. Ekranlarımızdan telefon nömrələrini və ünvanı da görürsünüz. Hal-hazırda keçid alırıq reklamlara. Reklamlardan sonra yenidən səhər çağındayıq. Sağlamlığınızı Elmet Tibb Mərkəzinə və burada çalışan yüksək ixtisaslı həkimlərə həvalə edə bilərsiniz. Laborator analizlər, ultrasəs müayinəsi, lor kabinet, stomatoloji şöbə, oftalmologiya, ginekologiya, fizioterapiya və Azərbaycanın ən tanınmış cərrahlarının fəaliyyət göstərdiyi ümumi cərrahiyyə şöbəsi. Bütün bu sadalanan şöbələr, mütəxəssis həkimlər və tibbdə istifadə olunan son tipli aparatlar sizə yalnız sağlığınıza yenidən qovuşmağa kömək edəcək. Hər bir insan memarlıq və dizayn baxımından zövqləri oxşayacaq, komfortu və incəliyi özündə əks etdirən mənzil sahibi olmaq arzusundadır. Dinamik yapı MMC arzularınızı gerçəkləşdirmək üçün daim yanınızdadır. Xəyallarınızı bizə deyin, biz gerçəkləşdirək. 10 ilə yaxın fəaliyyətimizdə bizə etibar edən müştərilərimizə sonda təbəssüm və sevinç hissləri yaşatmışıq. Siz də bizə etibar edin və sevinənlərdən olun. Dinamik yapı, keyfiyyətli işimizlə daim xidmətinizdəyik. Mənim bu yaləm içinə bir qara gözlü yarım var. Mənim bu yaləm içinə bir qara gözlü yarım var. Ey gecə gündüz fəraqında, nə səbr nə qərarım var balam. Edərlər dərd bilməzlər məni təşrifi gülzarə. Edərlər dərd bilməzlər məni təşrifi gülzarə. Üzün yad elə bilməzlər bir aləmlə baharım. Aman 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 aydan boz dağlardan təpələrdən elim gəlin bizə maral, elim gəlin bizə maral. Boz dağlardan təpələrdən elim gəlin bizə maral, elim gəlin bizə maral. Göy şəmələr yaşıldırlar, göy şəmələr yaşıldırlar. Vəhri baldır sizə maral, vəhri baldır sizə maral. Aman maral, aman maral, görməyəsən yaman maral, görməyəsən yaman maral. Aylarınız göyaxlardır, suyudur saflardır. Gözəl dəvrən gözəl sardır, gözəl dəvrən gözəl sardır.
Şirvanın, ne güzeldir güzeller Şirvanın, nəğmələsi güzeller Şirvanın, ne güzeldir güzeller Şirvanın. Təşəkkür, təşəkkür. Nə gözəl səhər-səhər Şirvanın gözəllərinə Nazim müəllim. Bir gözəlləmə oxudu bura. Nizami müəllim çox sağ olun. Minnətdarlığımı bildirirəm. O məclisdə ki, deyirlər Nizami müəllim var. Nizami müəllim arasında deyirlər ki, ritm ustasıdır. Nizami müəllim var. O məclisdə oturdum deyəm olmur. Süfrənin üstündəcə qalır yeməklər, eləmi Nizami müəllim? Oynamaqdan doymaq olmur. Allah can sağlığı versin. Təşəkkür eləyirəm sizə ifa üçün. Və Elmi Tibb Mərkəzinin bir daha adını çəkək. Əziz tamaşaçılarımız, sağlıq önəmlidir. Sağlıq heç vaxt gözləmir heç nəyi. Əzizlərim, xüsusilə ürək xəstəlikləri ilə bağlı hər zaman həkimlər söyləyirlər ki, tez bir zamanda müraciət etmək lazımdır. Elmət klinikasında yaxşı kardioloq fəaliyyət göstərir. Aynişan xanım, ürəyinizlə bağlı bir şikayətiniz varsa, vaxt itirmədən Aynişan xanıma müraciət eləyə bilərsiniz. Daha sonra mən bir həkimin də adını çəkmək istəyirəm, Mübariz doktorun adını çəkmək istəyirəm. Əgər sizin dəri xəstəlikləri ilə bağlı bir probleminiz olarsa, müraciət eləyə bilərsiniz. Niyə mən bu dəri xəstəliklərin adını çəkirəm? Çünki yaz aylarında bizim xanımlarımızın bir çoxu dəridə olan müəyyən aşılamalara görə, ləkələrə görə çox narahat olurlar. Buyurun, müraciət eləyin əzizlərim. Təşəkkürümüzü bildiririk Elmət Tibb Mərkəzinə. Və Nazim müəllim, gələk yenə sizin mahnılarınızın üstünə. Hacıqabul Şirvan bölgəsində məclislər necə keçirilir? Adət-ənənələr necədir? Çünki bilirsiniz, yaz ağzı hər zaman ata, ana istər ki, oğlu üçün bir elçi getsin. Gözləyərlər, düzdürmü Nizami müəllim? Deyirlər, qışdan çıxaq, bala gözlə, imkan ver, səbr elə, yazda elçi gedərik. Nuranə xanım, biz həmin ərəfədəyik. Allah Teala bütün subaylara toy qismət eləsin. Amin, amin. Bəli, adətən Novruz ərəfəsində bütün sevənlər demək olar ki, biri-birindən əhd bağlayırlar. Düzdür. Sevən hər hansı bir oğul övladı öz ata-anasını qız qapısına elçi göndərir, elçi düşürlər. Və o da elə demək olar ki, bax bu aylara təsadüf eləyir və bizlərdə də, bütün Azərbaycanımızda olduğu kimi, bizlərin də bir ayrıca elçi getmə bir məqamı var. Adətən analarımız, bacılarımız gedib haradasa bir qız qapısını, necə deyirlər, döyürlər. Bir haradasa el deməli, ağzını arayırlar, sonra... Görək nə deyirlər. Bəli, sonra isə, bəli, valideynlər, qalanlar gedir həmin elçiliyə. Və bizlərdə toylar adət-ənənələri belədir ki, adətən gözəl Novruz ərəfəsində Novruz sovqatları ilə xonçalar bəzədilir, qız evinə aparılır. Ləzzətli paxlava, ləzzətli gözəl şəkər buralarımızdan, paxlavalardan. Ən gözəl adəti də Azərbaycanın. Şor qovalından. Siz tərəfin adı çəkildi, mütləq şəkildə şorun da adını çəkmək lazımdır. Sizə deyim ki, isti qaynar təndir çörəyi ilə o şorun ləzzətindən doymaq olmur. Başqadır, bəli. İnanın ki, pulova bərabərdir. Bəli. Və dinamik yapı haqqında bir də məlumat vermək istəyirəm, hörmətli xanımlarımız sizə. Elə ki, Novruz ərəfəsi gəldi, mütləq bizim xanımlarımız istər ki, evlərinin təmirində bir yenilik olsun. Buna görə də kişilərə müraciət eləyərlər. Kişilərin də gərək əli cibində olsun, bir balaca xərc çəkəcəklər. Müraciət eləyirsiniz dinamik yapının dizaynerlərinə, mühəndislərinə. Onların zövqü çox gözəldir və öz zövqləri ilə bərabər sizin zövqünüzü də nəzərə alacaqlar. İstər klassik üslubda, istərsə də modern üslubda sizin də evlərinizi təmir edəcəklər. Telefon nömrələrini də ekranlarımızdan görürsünüz əzizlərim. Belə.
Əzizlərim, biz davam eləyəcəyik, amma mən bu arada Vətən Studiyasının da adını çəkmək istəyirəm. Görürsünüz ki, bu Novruz ərəfəsində Vətən Studiyası çox sağ olsunlar. Təşəkkür edirəm. Xüsusilə Xatirə xanım Cananovaya çox gözəl bəzədilər bizim studiyamıza. Bir Novruz ab-havası, bir Novruz təravəti gətirdilər. Elə biz Nazim müəllimlə toylardan danışdıq. Toy öncəsi bizim xanım xatım qızlarımız sevərlər ki, özləri üçün bir xınayaxtı mərasimi düzənləyərlər. Biz dostlarını, rəfiqələrini də dəvət edərlər. Siz də əgər belə bir məclis düzənləsəz, Xatirə xanıma müraciət edə bilərsiniz. Vətən Studiyasının əməkdaşları gəlib sizin məkanınıza da bax beləcə gözəl bəzəyərlər əzizlərim. Belə, mən sizə söz vermişdim ki, bu səhər çağına Azərbaycanımızın müxtəlif bölgələrindən qonaqlarımız gəlməkdə davam eləyəcəklər. Hal-hazırda mən şimal bölgəsindən gələn qonağımızı dəvət etmək istəyirəm. Bizim güllü çiçəkli Zaqatalamızdan Əhmədiyyə müəllim gəlib. Xoş gəlib, səfa gətirib. İndi soruşacağım görüm ondan. Bu yaz ağzı fındıq ağaçları orada çiçəkləyib, yoxsa hələ çiçəkləməyinə çox qalıb. Sabahınız xeyir olsun Əhmədiyyə müəllim. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Bayramınız mübarək olsun. Xoş gördük, xoş gördük, xoş gördük. Sabahınız xeyir olsun. Mikrofonu da verim sizə Əhmədiyyə müəllim. Görüm Əhmədiyyə müəllimin əhval-ruhiyyəsi necədir. Sabahınız xeyir olsun bir daha. Xoş gəlmişsiniz müəllim. Sabahınız xeyir. Çox sağ olun dəvət etdiyinizə görə. Təşəkkür edirik. Televizyon rəhbərliyinə və sizə, əməkdaşların hamınıza deyirəm ki, çox sağ olun. Təşəkkür edirik. Və fürsətdən istifadə edib demək istəyirəm ki, xalqımızın da Novruz bayramı mübarək olsun. Elə Novruz mahnısı ilə. Ay nə gözəl, ay nə gözəl. Biz də sizin timsalınızda, müəllim, sizin timsalınızda, buyurun zəhmət olmasa, bütün Zaqatala, Balakən, Azərbaycanın şimal bölgələrini Novruz bayramı münasibəti ilə təbrik edirik. O bölgələrin də adət-ənənəsi bir başqadır. Zaqatalada mən toyda olmuşam. İnanın ki, bir aləm olur oranın toyu. Əhmədiyyə müəllim ifa eləsin, sonra o toy barəsində sizə danışacağım. Buyurun müəllim, bir canlı ifa istəyirik sizdən. Bayramdan başlayır, midimizin başı.
nazı ilə göylərin şamı gəlir. Ay eller pişvaz edin Novruz bayramı gəlir. Ay eller işvaz edin Novruz bayramı gəlir. Ay eller işvaz edin Novruz bayramı gəlir. Yeri 20 nazı ilə göylərin şamı gəlir. Ay eller pişvaz edin Novruz bayramı gəlir. Təşəkkür edirik, təşəkkür edirik. Novruz xoş gəlib, səfa gətirib Azərbaycana. Hal-hazırda isə biz sizinlə bərabər keçid alırıq reklamlara. Sağlamlığınızı Elmet Tibb Mərkəzinə və burada çalışan yüksək ixtisaslı həkimlərə həvalə edə bilərsiniz. Laborator analizlər, ultrasəs müayinəsi, lor kabinet, stomatoloji şöbə, oftalmologiya, ginekologiya, fizioterapiya və Azərbaycanın ən tanınmış cərrahlarının fəaliyyət göstərdiyi ümumi cərrahiyyə şöbəsi. Bütün bu sadalanan şöbələr, mütəxəssis həkimlər və tibbdə istifadə olunan son tipli aparatlar sizə yalnız sağlığınıza yenidən qovuşmağa kömək edəcək. Hər bir insan memarlıq və dizayn baxımından zövqləri oxşayacaq, komfortu və incəliyi özündə əks etdirən mənzil sahibi olmaq arzusundadır. Dinamik yapı MMC arzularınızı gerçəkləşdirmək üçün daim yanınızdadır. Xəyallarınızı bizə deyin, biz gerçəkləşdirək. 10 ilə yaxın fəaliyyətimizdə bizə etibar edən müştərilərimizə sonda təbəssüm və sevinç hissləri yaşatmışıq. Siz də bizə etibar edin və sevinənlərdən olun. Dinamik yapı, keyfiyyətli işimizlə daim xidmətinizdəyik. Şirin yuxum olaydı, gözlerine dolaydı. Sənə laylay çalaydı, gecə gündüz həndəmi. Şirin yuxum olaydı, gözlerine dolaydı.
mu qalacaq bilmirəm. Çətin bir də daş üstə daş düzdürəm, yamışdı mu qalacaq bilmirəm. Çərəhmənə gün yazmağı unutdum, gülüm gülüm güllərimi peşimanı kim olacak bilmirəm. Bu sevgide kim uduzdu kim oldu, peşimanı kim olacak bilmirəm. Peşimanı kim olacak bilmirəm. Bu sevgiler kim unuzdu kim oldu, peşimanı kim olacak bilmirəm. Bu sevgiler kim unuzdu kim oldu, peşimanı kim olacak bilmirəm. Bu sevgiler kim unuzdu kim oldu, peşimanı kim olacak bilmirəm. Təşəkkür. İnşallah sevgidə heç kəs uduzmasın. Hər kəs öz sevgilisinə qovuşsun əzizlərim. Bu arada Elmət Klinikasının bir daha adını çəkmək istəyirəm. Xüsusilə mən Natavan xanım Əbdürrəhmanova, lor həkim və lor cərrah haqqında sizə söyləmək istəyirəm. Yaz aylarında kimin nəfəsi ilə bağlı, səs telləri ilə bağlı bir problemi olarsa, xüsusilə bizim müğənnilərimiz, sənət adamlarımız buyurub müraciət edə bilərlər Natavan xanıma. Hər gün səhər saat 9-dan axşam saat 6-ya qədər sizi gözləyir Elmət Klinikasında. Və mən Sevinç xanım Babayevanın da adını çəkmək istəyirəm. Çünki yaz aylarında göz xəstəlikləri ilə də bağlı, görürsən gözdə olan allergiyalara bağlı çox adamda narahatçılıqlar yaranır. Bu istirahət günlərində müraciət edə bilərsiniz. Sevinç xanım Babayeva çox yaxşı oftalmoloqdur. Təşəkkürümüzü bildiririk Elmət Klinikasına və bizim gözəl Göyçək xanımlarımız bir balaca ekranlara yaxın əyləşin. Çünki Elşən müəllim gəlir ki, sizə aerobotlar haqqında məlumat versin. Sabahınız xeyir olsun Elşən müəllim. Xoş gördük sizi. Xoş gəlmişsiniz. Yenədən Rana xanım. Bəli, biz artıq hazırdır, görürsünüz xalçamızın üzərində. Bəli, xalçamız da hazırdır. Bax, gördüyünüz kimi Məşədə Ərtahıl xalçasının üzərində. Artıq aerobot başladı işləməyə. Tumları, semişka tumları, günə baxan tumlarını yığışdırmaqdadır. Əziz xanımlar, hörmətli bizim gözəl müştərilərimiz, hamımızın bayramımız mübarək olsun. Təşəkkür edirəm. Belə bayram günlərində sizə səsləməkdən gözəl bir iş, yəni nəsə bir, mənim üçün ola bilməz. Çünki mənim müştərilərim çox əzizlər. Nəzərinizə çatdıram ki, yenə də təkrarən bir Aerobot korporasiyası bir Amerika şirkətidir və Aerobot kosmik hərbi robotların istehsalı ilə məşğuldur. Beynəlxalq internet xətti məhz Aerobotun dəstəyi ilə Atlantik Okeanın dibindən çəkilmişdir. Meksikada körfəz çiklənmə zamanı bəs Aerobotun robotları vasitəsilə təmizlənmişdir. Və Colin Engel, bax bu Aerobotun yaradıcısıdır, dünyanın milyoner robotçusudur, çox sadə bir insandır və o Rumba robot restoranlarını kosmosda, Marsda
yəni gördüyünüz kimi göndərilən robotlar orada nümunələr toplayır. Şəkillərini çəkirlər, torpaq nümunələri biz adətən biz həmişə hələ Sovet dönəmindən belə robot deyəndə belə kəsik-kəsik, qırıq-qırıq addamlar atan belə bir cihaz nəzərimizdə tuturduq və özümüz də hətta bəzən o vaxtlar bunu təqlid də edirdik, robotlar kimi rəqs edirdik cavan vaxtı. Amma bu robotlar fərqli şəkildədir. Bax, müxtəlif yerlərdən nümunə götürməklə xaotik hərəkət edir, amma yəni verilən sahədə bütün naviqasiya vasitəsilə bütün ərazini yadında saxlayır və ardıcıl hərəkət edir. Bax, bu cihazın altında monitoring cihazları var, kameraları var. Onlar vasitəsilə zibili axtarır və toza allergenə həssaslığı vardı. Xalçaların diblərindən saçları toplayır. Hətta Nurani xanım özü bunu çox gözəl bilir. Mən təcrübədən keçirmişəm, hörmətli xanımlarımız. Hətta xalça ən gözəl, belə deyək, şampunlarla yuyulduqdan sonra aerobot görsəz ki, onun üzərindən nə qədər tozu çıxardacaq, özünüz bunun şahidi olacaqsınız. Məndən xanımlara belə bir məsləhət, bu bayram günlərində, istirahət günlərində Elşən müəllimi dəvət edirsiniz, ən gözəli sizin mənzilinizə. Elşən müəllim gəlsin sizin evinizdə, bax, bu robotları nümayiş etdirsin və görəsiniz ki, xalçalar necə çəkilidir. Bu robotları elə ki, sizin evinizdə işə düşdü, təqdimat vaxtı. Yəni, bizim artıq bir söz deməyə, yəni ki, biz ehtiyac yoxdur, özü deyir sözü. Yəni müxtəlif temalarda biz müştərilərdən yəni ki, diskusiya eləyirik, tanış oluruq və hardansa çox vaxt görürsən ki, bizim Azərbaycan da balaca bir ölkədir. Adamlar bir-birini tanıyır, görürsən bir-birimizi tanıyırıq. Azərbaycan balaca deyil, adamlar o qədər mehribandır ki, ona görə bir-birini tanıyırlar. Gəlsin bizim Bravo görək, Bravo necə siləcək bizim döşəməni. Bax, bu cihaz sizin evinizi qəşəng, gözəl bir şəkildə yığışdırdıqdan sonra, tozunu aldıqdan sonra sizin delikat yığışdırmaya ehtiyacınız olacaq ki, bunu da bax indiyə qədər xanımlar istifadə edirlər pol taxtasından, pol əskisindən, əziyyət çəkirlər, fiziki güc sərf edirdilər. Və Aerobot Bravo artıq bizim studiyamızdadır. Və bu da bir çətinlik verirdi. Yəni ki, yenə də əyilmək lazımdır, vaxta qənaət etmək lazımdır və hər tez-tez bunu etmək istəyirsinizsə, eviniz çox təmiz olsun. Bax, onda Aerobot Bravo'dan istifadə etmək lazımdır. Ön paneldə yerləşən konteynerə 170 qram su tutarı var. Adi krantdan su tökməklə, doldurmaqla. Bax, bu Northstar Ulduz Aerobot Bravo'nu kənardan idarə edir və bildiyiniz kimi bu cihazla hündürlükdən düşmür, mənzilinizdə bütün nöqtələri silir, ardıcıl olaraq silir, bütün küncləri, divar dibləri, küncləri belə hamısını silir ardıcıl sırası ilə və evinizdəki rütubəti normada saxlayır. Yəni çarpayının da altında o qədər səssiz işləyir. Çünki kimsə istəyir o çarpayının üzərində yatsın, yəni onun maneçiliyi olmayacaq. Ümumiyyətlə, bu tosturan robotun da səsi adi tosturanla müqayisəyə gəlməz. Elektrik məsrəfləri yoxdur bu cihazların. İşıq pulu yazmayacaq, işıq pulu almayacaq. Sərfiyyatı yoxdur, tamamilə yoxdur. Problem varsa, əgər sizin diz oynaqlarınızda problem varsa, dizini yerəcə qoyub saç toplayacaqsınızsa, sizin probleminiz biraz da dərinləşər. Göz diblərin qopması məsələsi var, əməliyyat keçirən insanlar var. Bunun əvəzində olan vaxtınızı sağlam həyat tərzinə, ailənizə sərf edin, həyat yoldaşınıza sərf edin. Bu təmizliklə sizin nökəriniz olan Aerobotun cihazları. Keçid alaq bu cihazımıza. Çoxları maaş verib evində nökər saxlaya bilməz, amma Bravo'nu almaq olar. Və bizim xanımlarımız özləri də ürəkləri istəyən adları qoyublar artıq robotlara. Biz cihazımız var, pəncərə silən cihazı da göstərək, nümayiş etdirək. Mən bu dəqiqə göstərim xanımlarımıza. Xanımlarımız artıq tanıyırlar bu möcüzə cihazını. Siz həmişə sizinlə söhbətlərimizdə deyirdiniz ki, bəs bir pəncərə silən cihaz da olsa, biz onu pəncərəmizi silməkdə istifadə edərdik. Çünki o da çox çətin bir işdir. Bildiyiniz kimi, çoxlarımız hündür mərtəbəli, maşallah olsun, geniş evlərdə yaşayırıq. Bugün bizim gözəl layihələrimiz var. Yeni tikilən binalarda çətinlik çəkirlər pəncərələri silməyə. Evlərimiz böyükdür, pəncərələr çoxdur və onu silmək də bir problemdir. Baxdığımız zaman gözümüzün önü bağlı olur. Bağlı olduğu sonra içində baxmaqdan zövq almırıq. Bakının gözəlliyini görə bilmirik. Ancaq pəncərəmiz təmiz olsa başqa məsələ. Amma işçi qüvvəsi çağırmaq, əlavə pul xərcləmək kimi də həvəsi yoxdur. Amma bu cihazı bir kəs əldə edirsiniz. Və biz ona zəmanət veririk. Bu cihaz gördüyünüz kimi pəncərənin yuxarı hissəsinə qalxır bayırdan. İçəridən pultla komanda verirsiniz. Qalxdı, bir dəfə pəncərənizi quru sildi. Quru sildikdən sonra cam sili dəyişirsiniz, dəsmalı dəyişirsiniz, cam sil vurursunuz. Və cam sil vurduqdan sonra siz
İkinci dəfə təkrar pəncərəyə yapışdırırsınız onu, yenə də komanda verirsiniz, pəncərəniz tərtəmiz olur. Bu cihazdan nəinki pəncərələrini silməkdə, eləcə də evinizdəki güzgüləri, mebellərin üzərindəki güzgüləri, vanna otağını hətta təmizləmək olar. Vanna otağındakı kafelərinizi də silə bilərsiniz. Bax, bunu da mən Rahatlıqla sizə Azərbaycanın ilk robotunu mağazasını açmış bir şəxs kimi sizə məsləhət görürəm. Çünki mən bu iş mənim üçün çox maraqlı olub. Mən elektronika təcrübəsindən, Azərbaycanın ən böyük elektronika şirkəsindən təcrübə toplamışam. Təcrübəm böyükdür elektronika sahəsində, amma yeni bir sahə açıb onunla məşğul olmağı özümə məqsəd qoymuşam və bundan sonra olan həyatımı robotlarla, satışı ilə Eyşə müəllim robotların dostudur. Xanımlarımız da robotun ən yaxın dostu edib. Baxın, keçid Allah deməli bizim elektron ütümüzə. Bu ilki payızda, hər il payızında sentyabr ayında beynəlxalq elektronika sərgisi olur, ifadə edirlər. Bax, orada biz bir cihaz da bəyəndik. Bax, bu da Steam Press, Power Steam deyirlər buna. Güclü par verən bir cihazdır. Bax, bunu Exen şirkətindən biz seçmişik. Bax, bu cihaz sizin ütüləmək vaxtınıza həm qənaət edir, həm evinizin yenə də bir güşəsində qoyursunuz. Oturursunuz, oturulu vəziyyətdə bayaqdan ütüləmək üçün ayaqda enerji sərf edirdiniz. Biraz çox olanda paltarlar, boynunuz ağrıyır, yenə də onu da çatdırmaq çətin olur. Amma bunu oturursunuz çox rahatsa, istəyirsiniz döşək yağı olsun, istəyirsiniz ya məsələn pərdələr olsun, çox iri paltarlar olsun, qalın paltarlar. Bunu rahat ütüləmək olur. Qoyursunuz paltarı, bir dəfə yendirib qaldırdınız. Artıq hazırdır. Artıq hazırdır. Heç bir əziyyət çəkməyə ehtiyac yoxdur. Desəniz ki, məsələn, bu varatniklər necə olur, çiyinlər necə olur, köynəyin qolları necə olur? Onlar da düşünülür sizin üçün. Onlar da çox əsandır. Bax, bu döşəkçələri pencəyin çiyninə qoyursunuz, ya köynəyin çiyninə qoyursunuz, yaxud qoluna onu qoyursunuz. Çox rahat şəkildə bir dəfə qatlamaqla hazır olur. Gözəl şəkildə ütülürsünüz, çox gözəl nəticə alırsınız. Gələcəkdə bu Exenlə bizim əməkdaşlığımız daha da genişlənəcək. Burada olan maraqlı təmizləyici cihazları biz Azərbaycana gətirəcəyik. Və təcrübə də bayram qabağı bu cihazın satışına başladıq. Təcrübə də göstərdi ki, bunu alanlar da çox razıdır. Çünki mən həmişə demişəm, alacağım bir cihazı yalnız özüm istifadə edirəm. Və hətta mən o zaman birinci gətirdiyim robotu Azərbaycana 2009-da gətirmişəm. Özüm də onu 2009-da dəyişmirəm, istifadə edirəm, görün bu nə edir. Amma mən sizə deyirəm ki, əziz xanımlar, mənim sizə satdığım cihazlar 20 il belə sizin evinizdə işləyər. Hətta bir dostlarım deyirlər ki, 20 il işləməsi faydalı deyil ki, axır detalları xarab olmuş. Məsələn, mobil telefon düşür, sınır, kimsə onu oğurluyur, gedir yenə də alır. Dübarə bu qədər bir pul xərcləyir. Amma bunlarsa bir kəs aldınız, bir dəfə aldınız, yenə ardıcıl olaraq evinizdə istifadə edəcəksiniz. Biz də sizə hər zaman bütün detallarla belə xidmət göstərəcəyik, qəşəng şəkildə. Bax, bizimlə bu robotları almaq çox rahatdır. Bir zəng gelirsiniz bizə, evinizdə robotları nümayiş etdiririk. Əgər sizin bir dəfə ödəmək imkanınız yoxdursa, biz bir neçə dəfə ödəmək imkanı sizə yaradan. Çox gözəl, dost kreditləri var. Bayram vaxtıdır, heç kəsi boş qaytarmayacaq. Buyursunlar, gəlsinlər mağazamıza, endirimlərdən faydalansınlar. İstifadə eləsinlər. Təşəkkür edirik Eyşə müəllim sizə. Bizim hörmətli bəylərimiz xanımlara çox gözəl bir hədiyyə almaq istəsələr, robotlardan gözəl hədiyyə yoxdur, hörmətli bəylər. Hal-hazırda bizim video çarxlarımız var, gəlin birlikdə izləyək. Sağlamlığınızı Elmet Tibb Mərkəzinə və burada çalışan yüksək ixtisaslı həkimlərə həvalə edə bilərsiniz. Laborator analizlər, ultrasəs müayinəsi, lor kabinet, stomatoloji şöbə, oftalmologiya, ginekologiya, fizioterapiya və Azərbaycanın ən tanınmış cərrahlarının fəaliyyət göstərdiyi ümumi cərrahiyyə şöbəsi. Bütün bu sadalanan şöbələr, mütəxəssis həkimlər və tibbdə istifadə olunan son tipli aparatlar sizə yalnız sağlığınıza yenidən qovuşmağa kömək edəcək.
Maşallah, maşallah. Toylu Büsatlı, Şirvan, Hacıqabul evlinin bütün məclislərinin yaraşığı Kainat İnstrumental Ansamblı bədii rəhbər Nizami müəllim var olasınız. Mən istəyirəm ki, tamaşaçılarımıza bu cavanların adlarını söyləyəsiniz Nazim müəllim, zəhmət olmasa. Rana xanım, bizim gözəl simli alətlər ustamız Vasif Qardaşoğlu bugün burada bizləri, bütün tamaşaçılarımızı feyziyab eləyir, bizləri müşahiət eləyir. Bizim nəfəs alətləri ustamız, gözəl balamız, Ceyhun balamız buradadır. Gözəl qarmon ustamız, Vüsal qardaşımız buradadır. Çox gözəl. Gözəl ritm alətləri ustası bizim Nizami qardaşımız bayaq qeyd etdiyimiz kimi Kainat qrupunun rəhbəridir, musiqi rəhbəridir və bizim gözəl arqan ifaçımız Vüqar Qardaşoğlu bugün burada bizləri müşahiət eləyir və tamaşaçılarını feyziyab eləyir və gözəl Udarnikdə, necə deyərlər, ritm qoşa zərb alətlərində, bəli, bizim Fərid Qardaşoğlu bu günləri burada bizləri və təşəkkür edirəm hər birinizə. Feyziyab eləyir. Var olasınız, müəllimləriniz sağ olsun. Səs operatorumuz bizim Şirvan bölgəsində, o cümlədən bizim Azərbaycanımızın paytaxtımızda da gözəl tanınan bizim Cavid Qardaşoğlu bugün burada əyləşib. Cavid Mirtahiroğlu bax bugün burada pult arxasındadır. Çox gözəl. Deyir, səs rejissoru olmadısa canlı ifa eləmək mümkünat deyil. Və hörmətli tamaşaçılarımız, mən Xatirə xanım Cananovaya da təşəkkür etmək istəyirəm Vətən studiyasına. Bu bayram ərəfəsində bizim studiyamızı çox gözəl bəzədiyinə görə minnətdarlığımızı bildiririk və hal-hazırda reklamların tam zamanıdır. İzləyək reklamlarımızı. Sağlamlığınızı Elmet Tibb Mərkəzinə və burada çalışan yüksək ixtisaslı həkimlərə həvalə edə bilərsiniz. Laborator analizlər, ultrasəs müayinəsi, lor kabinet, stomatoloji şöbə, oftalmologiya, ginekologiya, fizioterapiya və Azərbaycanın ən tanınmış cərrahlarının fəaliyyət göstərdiyi ümumi cərrahiyyə şöbəsi. Bütün bu sadalanan şöbələr, mütəxəssis həkimlər və tibbdə istifadə olunan son tipli aparatlar sizə yalnız sağlığınıza yenidən qovuşmağa kömək edəcək. Davam edirik, hörmətli tamaşaçılarımız. Onu da qeyd etmək istəyirəm ki, əzizlərim, bu bayram günləri biz hər birimiz isti evimizdə Nazim müəllim bayramı qeyd edirik. Ləzzətli xörəklərdən yeyirik, ləzzətli şam süfrələri açırıq. Amma bizim sərhədlərimizdə, sərhədlərimizin keşiyində dayanan igid oğullarımız var. Səngərlərdə olan əskər balalarımız var. Bilirəm ki, hansı ananın, hansı övladın, hansı atanın belə deyək, övladı ki, əskərdədir, xidmətdədir, hərbiçidir, onlar mütləq bir payda ayrılırlar evdəki. Bu da onun payıdır. Gələndə yiyər mütləq şəkildə. Mən bilirəm ki, siz həm də hərbiçi atasısınız. Bəli. Gözəl işdir, şərəfli işdir. Doğrudan hərbi xidmət etmək, vətənə qulluq etmək hər oğlun işi deyil. Hərbi xidmət bir başqadır. Bu hamının şərəfli bir borcudur. Vətənə olan borcudur. Borcunu hər bir kəs yerinə yetirməlidir. Amma ömrünü, həyatını hərbə həsr eləmək, bu tamam başqa bir şeydir. Necə olub hərb sahəsinə gedib? Rana xanım. Yaman dərindən ah çəkdiniz. Yadına saldım, hə? Demək olar ki, mənim övladımın öz istəyi olub. Aha. Hərbiçi olmaq və mən böyük şərəf hissi duyuram. Mən özüm 2 il torpaqlarımız uğrunda, azadlığı uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda, Respublikamızın bütövlüyü uğrunda 2 il mən Qarabağ döyüşlərində iştirak eləmişəm. Və mən şərəf hissi duyuram ki, mənim də böyük övladım hal-hazırda Şəmkir bölgəsində, Tovuz bölgəsindədir. Sərhəddədir. Eyni sayılı hərbi hissədə öndədir. Öndədir, ön cəbhədədir. Baş leytenantdır, mən çox fəxr duyuram. O, leytenant atasıdır. Bəli. Və bütün hərbiçilərə buradan üzümü tutub onların hər birisinin, hərbiçilərin ailələrinin hər birisinin bu bayramı təbrik eləmək istəyirəm. Allah Teala onların hər birisinə can sağlığı versin, onların qoy heç zaman gücləri tükənməsin və ulu öndərimizin siyasəti altında, hörmətli prezidentimizin rəhbərliyi altında gün o gün olsun, bax bu torpaqlarımızı azad edək və inşallah bax sizin bu studiyada böyük bir təmtəraq, böyük bir bayram təşkil eləyəsiniz. İnşallah. Onda bizim studiyamız burada olmayacaq ki, biz studiya qarşı hamımız cıdır düzündə olacaq. Gözlərimiz üstə, yəni bax bu kainat qrupu da sizlərin qulluğunuzda hər zaman var
Və bu bizim hərbiçilərin qarşısında canlı konsertlər verməyə, xeyriyyə konsertlər verməyə biz canla başla hər zaman hazırıq. Təşəkkür edirik müəllim sizə. Biz də öz adımızdan, elə Səhər Çağının bütün kollektivi adından, Lider Televiziyasının kollektivi adından sərhədlərimizi qoruyan hərbiçilərin bayramını təbrik edirik. Qoy onların da bayramı mübarək olsun. Hər zaman səngərlərdə gözü açıq, mərd, iradəli, cəsur dayansınlar. Çünki biz rahat oluruq. Ne üçün? Bilirik ki, sərhədlərimizi qoruyan bizim igid, şücaətli oğullarımız var. Mübariz ürəkli oğullarımız var. Var olasınız. Var olasınız. Hər birinizin çox gözəl səsi sədası gəlsin və hər biriniz sağ-salamat evinizə, ailənizə, doğmalarınızın, yaxınlarınızın yanına dönəsiniz mənim əzizlərim. İnşallah. Mən bildiyim qədərincə siz elə hərbi hissələrdə, sayılı hərbi hissələrdə tez-tez konsertlərdə olursunuz. Hə, Nizam müəllimlə bərabər, bax elə bu Kainat İnstrumental Ansamblı ilə bərabər. Deyim ki, sizə hər sənət adamı bu işlə məşğul olmur. Bəli. Dəfələrlə olub ki, müəyyən tədbirlər olub. Yəni, belə söhbət arası bizdə eşidirik ki, lap tanınan bir ifaçıdır. Deyirlər ki, filan bir gözəl sarayda, möhtəşəm bir sarayda ki, indi bizim saraylarımızın sayı çoxdur, həddindən artıq çoxdur. Bir sarayda konsert olacaq, mütləq şəkildə deyir, mən orada varam, birinciyəm, birinci çıxış eləyəcəm. Amma elə ki, deyirlər ki, bir səngərə gedirik, bir məsəl üçün Tovuz bölgəsinə gedirik də, səngərlərimiz olan əskərlərin yanına. Onda deyir, vallahi billahi mənim işim var, çıxdı işim, gedə bilmədim. Xeyr, əsla. Bizim borcumuzdur, bizim hərbiçilərimizin qarşısında bax belə xeyriyyə konsertləri vermək. Mən dəfələrlə deyərəm ki, sizə bizim öz regionumuzda yerləşən en sayılı hərbi hissədə dəfələrlə mənim çıxışlarım olub əskərlər, zabitlər önündə və bir daha deyirəm, bununla da mən şərəf duyuram. Borc bilirsiniz özünüzə. Bəli, birbaşa borc bilirəm özümə və mənim üçün dünyanın ən qiymətlisi odur ki, hər hansı bir məyus ürəyi sevindirmək, onu şad eləmək mənim üçün dünyanın ən böyük varı dövləti. Allah var eləsin sizi. Allah var eləsin sizi. Hörmətli tamaşaçılarımız, bu arada mən Elmət Klinikası haqqında sizə bir daha məlumat vermək istəyirəm. Əzizlərim, bu istirahət günlərində, bu bayram ərəfəsində Elmət Klinikasının həkimləri çalışmalarını davam etdirirlər, fəaliyyətlərini davam etdirirlər. Buyurub müraciət eləyə bilərsiniz. Elmət Klinikasının bilirsiniz ki, çox böyük laboratoriyası var, fəaliyyət göstərir və bu laboratoriyada sizə lazım olan müxtəlif analizlərdən keçə bilərsiniz, check-up müayinələrdən keçə bilərsiniz və mən xüsusilə bir şöbənin adını vurğulamaq istəyirəm, fizioterapiya şöbəsini. Bilirsiniz ki, yaz fəsli elə bir fəsildir ki, həkimlərimiz hər zaman məsləhət görürlər ki, iynə batırmadan və zəli terapiyadan istifadə edin. Əgər sizin də valideynlərinizin kürəyində, ayaqlarında, oynaqlarında ağrılar hiss olunursa, şikayətlərini vaxtaşırı sizə bildirirlərsə, onda istirahət günlərdən istifadə edirsiniz, götürürsünüz bu valideynləri də, aparırsınız Elmət Klinikasına, fizioterapiya şöbəsinə. Xüsusilə Gülxar xanımın, Rəna xanımın, Aypara xanımın yanına iynə batırmadan istifadə edirlər, zəli terapiyadan istifadə edirlər. Özünüz şahid olacaqsınız ki, bir neçə kurs müalicədən keçdikdən sonra bu ağrılardan əsər, əlamət qalmayacaq. Təşəkkürümü bildirirəm mən Elmət Klinikasının. Bax elə bu fizioterapiya şöbəsində çalışan bütün həkimlərə və tibb bacılarına minnətdarlığımı bildirirəm. Müəllim, deyirlər ki, Novruz ərəfəsində, Novruz bayramı zamanı mütləq şəkildə küsüllülər barışır. Sənət adamları arasında da olur, incikliklər də olur, küsüllüklər də olur, musiqiçilər arasında da olur. Hə? Filan məclisdə sən çox ifa elədin, mən çox ifa eləmədim. Lap elə filan efirə getdik, sən sola çox çaldın, mən az çaldım. Olur belə şeylər. Bu incikliklər olanda Novruzdan istifadə edib bunları aradan götürürsünüz yoxsa yox? Şükürlər olsun Allaha ki, biz hələ elə bir halla rastlaşmamışıq. Ay, inanmayacam buna müəllim. Xeyr, əsla. Gəlib bizim bölgədə maraqlana bilərsiniz. Yəni biz sülh adamıyıq. Amma əgər belə bir hal olarsa da, bizim elimizin axı əvvəldən dediyimiz kimi adəti, ənənəsi var xalqımızın. Bəli, bayram, Novruz ərəfəsində küsülərin barışması böyük bir, necə deyirlər, əlamətdar bir hadisədir. Bəli. Və bu xeyrxah işdə, yəni hər zaman, yəni ən qatı belə deyək, düşmən, narahat olan insanlar, bir-birinə düşmən kimi iraq olsun baxan insanlar, bəli, bayram ərəfəsində barışırlar. İştirak eləmişsiniz belə məclislərdə? Barışdırmışsınız kimisə? Bəli, olub. Bəli. Yəni, elimizin, obamızın axsaqqallarından götürürlər adətən və kiminsə qapısını əyərlər, gedib döysələr ki, biz barışığa gəlmişik
bax bu əziz gündə heç kim onu geri qaytarmır, boş qaytarmır və mən bunu da alqışlayıram ki, bəli, xalqımızın belə gözəl adəti var. Bəli, doğrudan da Azərbaycan xalqının bir-birindən gözəl və məntiqi mənası olan adətlərimiz var. Adətə deyə bilərik ki, gözəl adətdir. Mən gəldim sizin evinizə, oturduq bir süfrənin ətrafında, yedik, içdik, şənləndik, durduq, çıxdıq, getdik. Amma bu adətlərin o məntiqi mənasına gəlincə, əgər bir küsülü, iki ailə deyək ki, barışırsa, sülhə gəlirsə, deməli onların övladları sabah bir-birini küçədə görəndə artıq bir-birinə salam verəcəklər. Artıq bir-birinin yanından biganə keçməyəcəklər və insanlar da nə qədər bir-birinə biganə olmasalar, nə qədər bir-biri ilə dost olsalar, qardaş olsalar, mərhəmət olsa bir-birinin ürəyində bir-birinə qarşı, onda elə dünyamız da gözəl olar. Çünki nə deyir bizim böyüklərimiz? Deyir mərhəmət hissini aşılamaq üçün, dünyanın gözəl olması üçün gərək özümüzdən başlayaq. Özümüzdən başlayaq, öz ailəmizə, övladlarımıza göstərək. Nümunə olmaq üçün, hörmətli tamaşaçılar, mütləq şəkildə özünüzdən başlamalısınız. Uşağa deməklə ki, sən tərbiyəli ol, olmayacaq vallahi billahi, çünki uşaq valideynlərin güzgüsüdür. Sən necə yeriyəcəksən, sənə baxıb o cürə də yeriyəcək. Və dinamik yapı haqqında məlumat vermək istəyirəm sizə. Əziz xanımlarımız, bilirəm ki, bu Novruz ərəfəsində hər bir xanım istər ki, onun ürəyindən keçər ki, evinin təmiri yenilənsin. Bunun üçün gərək bizim bəylərimizin əli cibində olsun, bir balaca pul xərcləmək lazımdır. Hər zaman sizin ruzunuz bol olsun ki, xanımların da yanında başınız aşağı olmasın, hörmətli bəylərimiz. Bizdən sizə məsləhət. Dinamik Yapı, Memarlıq və Dizayn şirkətinin çox gözəl mühəndisləri var, sənətkarları var, ustaları var. Sizin evinizi və yaxud bağ evinizi, ola bilər hətta iş yerinizi, ofislərinizi və yaxud böyük bir obyektiniz var, geniş bir məkanınız var, təmirə ehtiyacı var, gözəl dizayna ehtiyacı var, müraciət edə bilərsiniz. Həm klassik üslubda, həm də modern üslubda sizin zövqünüzə uyğun olaraq gəlib sizin onlara təklif etdiyiniz məkanları təmir edəcəklər, dizaynını yeniləyəcəklər. Təşəkkür edirik Dinamik Yapı, Memarlıq və Dizayn şirkətinin bütün əməkdaşlarına. Müəllim, bu ərəfədə yəqin ki, siz də bir elçiliyə gedəcəksiniz, siz də bir nişana gedəcəksiniz, mütləq şəkildə siz də bir məclislərə dəvət edəcəklər. Hər zaman da elə belə olsun. İnanın ki, bu elin, obanın, toylu, düyünlü vədəsindən gözəl nə ola bilər ki? Hər bir eldə, bax belə toy düyün olanda, insanların üzü güləndə, inanın ki, ruzi göydən tökülür. Ruzi göydən yağır. Bəli. Vallah, hər bir valideynin arzusu olan kimi bizim də arzularımız var. İnşallah yeri gələndə yəqin ki, toy eləməmisiniz hələ? Xeyr, hələ ki, toy eləməmişik. İnşallah eləyərsiniz. İnşallah, yəqin ki, yaxınlarda Allahın köməkliyi ilə biz də elçi gedərik inşallah. Biz də həm övladımızı sevindirərik. Hamıdan əvvəl valideynlərin sevincinin həddi hüdudu olmur. Allah Teala o sevincdən bizləri binəsib eləməsin. Pay versin. Nazim mənim, deyin görüm, təmənnasız toya getmişsiniz, bu heç olmasa öz tərəfinizdə, bu Hacı Qabul Şirvan tərəfdə. Çox. Getmişsiniz, hə? Bəli. Nizam müəllim gedib? Nizam müəllim dəstəkləyir. Bəli, gedmişəm, çox gedmişəm. Mən həmin elə bizim cəmaatın, o kasıb təbəqənin mən vəziyyətini nəzərə almışam hər zaman və borcumuzdur. Çünki biz bizi sevən insanlardan dolanırıq. Allahdan gizli deyil, yəni bunu hamı bilir. Və biz də bu elin kasıbı da bizimdir. Əgər biz kasıbı tutmasaq, imkanı da bizə əl tutmaz. Düzdür. Yəni bunun qaydası belədir. Və bu bizim birbaşa, bilavasitə borcumuzdur. Bax, bu gördüyünüz bu kainat qrupu. Bəli. Bunların özlərinə ha vaxt müraciət eləmişəmsə ki, bir məsələn Nuranə xanımın bir məclisi var, biz onu gedib oxumalıyıq. Bəli, bəli. Onlar söhbətsiz mənim bir sözümü iki eləməyiblər. Xeyr. Ümumiyyətlə, bax bu ansamblda kimin sözü birinci keçir? Bu ansamblda gördüyünüz onların arasında Nizam müəllimin sözü keçir. Amma çox sağ olsunlar ki, mən də çox yüksək tuturlar. Mən ona görə də bax bunların hər birisinə çox minnətdaram, təşəkkürümü bildirirəm. O çox yaxşıdır, bilirsiniz, bir ansamblda böyük kiçiyin yerini ki bildilər, oradakı hörmət oldu, izzət oldu, böyük. Bilindi ki, böyüyün sözü sözdür, orada ruzi də olacaq, orada bərəkət də olacaq, orada sizə qarşı insanların, xalqın hörməti də olacaq. Hər zaman məclislərdə fikir verilir ki, ətrafdan cəmaat, musiqiçilərə elə gəlir ki, görmür adamlar onların bir-biri ilə münasibətini, amma insanlar bunu zərgər dəqiqliyi ilə o qədər gözəl sezirlər ki, musiqiçilərin bir-biri ilə olan münasibəti, müğənniyə qarşı olan münasibətlər o qədər gözəl sezilir ki, və bu arada mən Vətən studiyasına bir daha təşəkkür etmək istəyirəm.
xüsusilə Xatirə xanım Cananovaya çox sağ olun. Təşəkkürümüzü bildiririk Xatirə xanım sizin zövqünüzə görə. Ən azından ona görə ki, siz Azərbaycanımızın milli atributlarından istifadə edib bizim studiyamızı bu Novruz ərəfəsində çox gözəl bəzədiniz. Təşəkkür edirəm və mən gənc qızlarımızın, gənc xanımlarımızın nəzərinə yetirmək istəyirəm ki, əgər siz özünüzə çox gözəl bir xınayaxtı məclisi düzənləmək istəsəz, Vətən studiyasına müraciət edə bilərsiniz. Vətən studiyasını gətirib sizin istənilən məkanınızı, telefon nömrələrini də görürsünüz ekranlarımızda, gətirib bəzəyə bilərlər, düzəldə bilərlər. Çox gözəl də görünər. Təşəkkürümüzü bildiririk. Müəllim, siz tərəflərdə, Şirvan Hacıqabul tərəflərdə bu kənd toyları, belə deyək, kənd ab-havası ilə, kənd adəti ilə, yəni şəhərdə biz o qədər alışmışıq ki, şadlıq evlərində olan məclislərə, artıq deyir o kənd havasında olan, kənd mühitində olan toyları adam istəyir, görsün. Keçirilirmi belə toylar? Çünki indi rayonlarımızın özlərində də çox gözəl şadlıq sarayları tikilib. Şükürlər olsun Allaha ki, hələ ki o adət-ənənəmiz yerindədir, qalır. Saxlamısınız? Bəli, elə toylar var ki, bəli, həyətlərdə olur. Adətən biri bir digərini görəndə ona bir, belə deyək də, dilək dua eləyir ki, qapına şadlığa gələk. Bu mənada onu görən insanlar, bəli, öz qapılarında toylar eləyirlər, məclislər keçirirlər və biz o məclislərdən xüsusi zövq alırıq. Onun başqa səfası var. Xalq musiqiləri, orada bizim gözəl sərvətimiz, milli sərvətimiz olan muğamlarımız. Aşıq sənəti, siz tərəfdə Şirvanlı aşıqları. Şikəstələrimiz səslənəndə, vallahi elə bilirik ki, dünyanın bütün varın dövlətin bizə verilir. Doğrudan Şirvan toylarının tayı bərabəri yoxdur. Çünki Şirvan toylarında o aşıqlar ki məclisə girirlər, sazəndələr ki məclisə girirlər. Onun ləzzəti tamam başqadır. Təşəkkür edirik müəllim bugün proqramımıza gəldiyinizə görə. Nizam, mən sizə dərin təşəkkürümü bildirirəm. Bütün Kainat İnstrumental Ansamblının bütün üzvlərinə təşəkkür edirəm. Hər zaman evinizdə, eşiyinizdə, elinizdə, obanızda toy büsat olsun. Xeyir işlərdə görüşək inşallah. Nazim, mən sizə təşəkkür edirəm. Çox sağ olun bugün bu bayram ərəfəsində studiyamıza gəldiyinizə görə və mən sonda sizdən yenə bir mahnı rica eləyəcəm. Çox sağ olun. Mən də Nuranə xanım, bir daha sizin rəhbərliyə, sizin bütün kollektivə mən öz səmimi təşəkkürlərimi bildirirəm. Bax, bu Kainat qrupunun üzvləri adımdan, öz adımdan, şəxsən bizim Şirvan bölgəsinin, Hacıqabul bölgəsinin sakinlərinin adından təşəkkür ki, bizləri işıqlandırırsınız. Allah sizə də can sağlığı versin hər birinizə, rəhbərliklə bərabər və hər zaman bax, belə günlərə gələk inşallah sizlərin qapısına. Təşəkkür edirik. Buyurun, zəhmət olmasa. Biz də öz adımızdan salamlarımızı səhər-səhər yetiririk bütün Şirvan Hacıqabul əhlinə. Və hörmətli tamaşaçılarımız, mən xüsusilə xanımların nəzərinə yetirmək istəyirəm ki, əziz xanımlarımız, əgər bu bayram günlərində siz də gözəl, yaraşıqlı, dəbli, zövqlü geyinmək istəsəz, X-Lady mağazasına müraciət edə bilərsiniz. X-Lady mağazası 20 yanvar metro stansiyasının yaxınlığında yerləşir. Xüsusilə Təxminə xanıma, Lalə xanıma zövqlərinə görə təşəkkürümü bildirirəm. Saç və vizaj ustası isə Urgiyə xanıma təşəkkür edirəm. Fərəh studiyasına, şəxsən studiyanın rəhbəri Şəhraz xanıma təşəkkür edirəm və mən valideynləri nəzərinə yetirmək istəyirəm ki, siz balaca qızlarınıza hələ də sırğa taxmamısınızsa, buyurub Urgiyə xanıma müraciət edə bilərsiniz. Qansız və ağrısız bu əməliyyat icra olunur. Təşəkkürlərimi bildirirəm. Allah amanında özünüzdən müğayət olun. Yine kılıncını çekti üstüme durma, aldım o kara gözler. Yine canlar aldı durdu qəsdime, gelen baş altından piyala gözler bala. Sırdaşından dağıp duruşumu yanır başından, tüzülüp gidenle hayala gözler. Balar balama balam, Ceylan balama balama balam.
Benim sevgilim diyor güzel peri. Ey bayıza vurmasın öten günlerime. Kadir bilenem ezelden beri. Sizinle yetmişem kemala göz. Balar balama balam. Ceyran balama balama balam. Cahanda her bir zaman verir. Gülen devran süren bugün can verir. İller yaşayan yaram kan verir. Tüssallız bunu bu hala gözler. Tüssallız bu hala gözler. Aman aman sahil yine sarılır bak. Yine yaşam düşür meynelilere. Burada sevgilimle şairli kapak. Pınar çubuğunu bastırdım yere. Burada sevgilimle şairli kapak. Pınar çubuğunu bastırdım yere. Aragacılar çiçeği bir ulduzdur her çayı. Ne güzeldir yar göy çayı. Nar ağacılar çiçeği bir ulduzdur her çayı. Nar ağacılar çiçeği ne güzeldir yar göy çayı.